Biz bilirik ki, Allahın yaratdıqlarında, bitkilərdə, müxtəlif şeylərdə Allahın varlıq nişanələri var, qüdrət nişanələri var. Məsələn, İmam Cəfər Sadiq əleyhissalam bir gün bir hindunu gördü, bir hindu həkim idi. Bu dəvalar hazırlayırdı və bitkilərdən o vaxta görə müalicəvi əhəmiyyətli dərmanlar hazırlayırdı, ilaçlar hazırlayırdı və insanlara təqdim edirdi. İnsanlar sağalırdılar İmam Cəfər Sadiq əleyhissalamın vaxtında. Və imamla da belə münasibəti vardı bu hindu olan həkimin. Hindistandan idi bu həkim. Və bilirsiniz də, orada da müəyyən bitkilər var. İndi elə dərmanların əksəriyyəti də bu gün də deyirsən ki, elə çox vaxtı elə o tərəflərdən də gəlir Hindistandan. Qədimdən orada var. Və bu belə bir daru deyirlər buna, belə bir dərman hazırlanmışdı bitkidən ki, həlilə deyilən o qara zirə var, sarı zirə var. Qara zirədən bir dərman, məlhəm hazırlanmışdı və insanlara verirdi. İnsanlar da buna sağalırdılar, xəstəliklər aradan gedirdi. Bir dəfə ki, imamla ki münasibət vardı. İmam ondan bir dəfə soruşdu ki, ey hindu, məyər vaxt deyil ki, sən gəlib Allahın varlığını qəbul eləyəsən. Bu da ki, Allaha inamı yox idi, maddəsi biri idi, qəbul eləmirdi. Dedi, məyər indi vaxtı deyil ki, sən gəlib Allahı qəbul eləyəsən. Hindu dedi ki, mən dedi 5 şeylə, yəni o hissiyat üzvlərim ki var, məsələn, eşitmə, məsələn, görmə, Allah xərq eləyib insanda, dad bilmə, belə deyil, qoxu bilmə, istişmam, belə deyil. Bir də ləmisə var, toxunmaqla hiss eləyirsən ki, bu var. Qardaş, gözlə görürəm, adam var gözü, məsələn, xəstədir və yaxud da ki, gözü görmür və yaxud da gözdən əmadır, belə deyil, amma qulağı eşidir bu insan. Bu eşitməsi var bunun, bunda hissiyyat var və yaxud toxunması var, toxunur, hiss edir, belə deyil. Deyir, mən bax, toxunuram, bilirəm ki, var. Səsdir, eşidirəm, bilirəm ki, səs gəldi. Və yaxud da bir şeydir, dadım bilirəm, belə deyil. Yəni, 5 hissiyat üzvümlə mən bu əşyaları, bu maddəni, bu cisimlərə toxunmaqla, görməklə, hissiyatla filan, bunlar hamısını idrak edir. Məsələn, belə ki, ağlımda nə edirəm, şuurumda bunu təsəvvürmə gətirirəm, təxəyyülmə gətirirəm. Amma sən dediyin varlıq ki var, sən ona Allah deyirsən, belə deyil. Mən o Allahı nə ona toxuna bilirəm, nə onun ətrini hiss eləyə bilirəm, nə onu görə bilirəm, nə ona məsələn, mənim belə deyək də, onun qoxusunu duya bilirəm. Ona görə də mən bu 5 şeylə neynəmirəm, olmadığına görə, yəni mənim üçün bu mübhəm olduğuna görə, mən də ona görə, belə deyək də, sənin dediyin Allahı qəbul eləmirəm. Bu şəkildə İmam Cəfər Sadiq əleyhissalama cavab verdi. Və Həzrət İmam Cəfər Sadiq əleyhissalama dedi ki, və sən necə, və sənin üçün nədir bu barədə? Dedi ki, mən Allahı qəlbimlə qəbul edirəm. Dedi, yox, qəlb budur ki, göz görəni, belə deyək də, ağıl, göz görəni əql qəbul eləməlidir. Məsələn, eşidəni ağıl qəbul. Bunlar ki, 5 şey ki yoxdur, bunu necə qəbul eləmək mümkündür ki, bu heç cür mümkün olan bir şey deyil. İmam Cəfər Sadiq əleyhissalam buyurdu ona ki, və sən ki, bunları ki, belə iddia edirsən, 5 şeylə belə, bu cümlə, dedi, bax, təsəvvürübə gətir ki, biz namaz qılırıq, ibadət edirik, yonuruq, səhər qalxırıq. Bu işdə bir pis bir iş var, yəni burada bir pislik var, nəsə bir qeyri-adi bir şey var. Dedi, xeyr. Dedi, bax, sən deyirsən ki, talım o dünya yoxdur, axirət yoxdur. Mənim elədiyim bu əməllər var, bu dünyada mən kimə zərər verirəm ki? Heç kəsə. Məsələn, oruç tuturam, sağlamlığımdır, namaz qılıram, ibadət edirəm, əlib yonuram, filan edirəm, gözəllikdir, fəqirə tuturam, zəkatımı verirəm. Bu işdə məyər pis bir şey var, məsələn var, dedi, xeyr. Dedi, indi birdən sən deyən kimi, mən deyən kimi oldu, sən deyən kimi olmadı, axirət oldu. Onda yenə də mən hər iki dünyada qazanıram, yoxsa yox? Dedi, hə, qazanırsan. Dedi, yaxşı, sən hər iki dünyada itirirsən, yoxsa yox? İndi məlum məsələdir də, sən bunlardan uzaq qalmışsan, bu yaxşılıqları eləməmişsən. Burada da bir pis şey yoxdur. Dedi, yox, sən fikrin doğrudur, İmam Cəfər Sadiq əleyhissalama buyurdu. Dedi, yaxşı, mənim fikrim doğrudursa, deməli, onda belə çıxır ki, ya biz ikimiz də düz deyirik, ikimiz də, yanaşmamız düzdür. Ya birimiz səhv deyirik, birimiz düz deyirik, belə deyil. O cavabında dedi İmam Cəfər Sadiq əleyhissalama ki, dedi, sənin dediyin
dəlillərləndir, fikirlərləndir. Amma mənim dediyim aşkardır. Mən də xəyalla yaşamıram. Mən toxunmuramsa qəbul eləmirəm. Mən məsələn, gələk onu neyniyim, ona toxunum, onu hiss eləyim, onu hiss eləyəndən sonra mən onu qəbul edə bilərəm. İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, bəs sən ki deyirsən ki, ya, hər şeyi mən hissimlə əldə eləyəndən sonra ona inanmalıyam. Belə deyil. Məgər sən dünyanın hər yerini gəzmirsən, yerin altına getmirsən, dedi, xeyr. Dedi, göyün üstünə çıxmısan, ulduzları gəzmirsən, dedi, xeyr. Dedi, bəs hardan bilirsən ki, sən Allah Taala yoxdur. Sən ki, bunları gəzməmsən, nə dəryanın dibinə getmirsən, nə öz şəhərindən, iki şəhərdən başqa bayra çıxmısan, sən necə iddia eləyə bilərsən ki, bu aləm boşdur və bu aləmində Allah Taala deyilən bir varlıq, belə deyək də, xaliq yoxdur. Sən bunu necə deyə bilərsən? Qaldı matımətdən. Dedi, gördün ki, bizim ikisimizin də indi fikri oldu müsavi, yəni bərabər. Sən deyirsən ki, mən toxunmalıyam bilim var, eşitməliyəm bilim var. Mən də səndən soruşuram ki, sən elə belə süzbülərlə hər yana gezmirsən ki, biləsən ki, orada yoxdur. Dedi, ora getməmişəm mən, galaktikalara getməmişəm. Dedi, bəs oranı gezməmişsənsə sən, deməli, bizim fikrimiz, səninlə mənim bəhsimiz, bəhs edir də İmam Cəfər Sadiq. Onda biz olduq müsavi, bərabər. İndi mənə sənə sual verirəm. Bu həlilə ki var, həlilə var. Bu öz-özünə əmələ gəlir. Dedi, xeyr. Həlilə dedim də qarazirədir də dərman düzəndir ondan. Dedi, bu həliləni əkirlər, fikirləşirsən ki, 2 ildən sonra. Sən bunu görmüşsən, dedi, görmüşəm, bizdə Hindistanda bitir. Dedi, bu həlilə ağacı ki var, bunu əkən düşünür ki, 2 ildən sonra bundan məhsul götürəcəm. Belədir, belədir, dedi, belədir. Dedi, yaxşı, sən onu hansı hissiyat üzvündən hiss elədin ki, hələ o atmışsan yerə, hələ o bitməyib. Amma xəyalında var ki, bu nə vaxtsa olacaq, nə eləyəcək, bitəcək. Belədir, belədir, dedi, belədir. Dedi, ikinci bir şey deyim sənə. Sən olub ki, yatasan, yuxu görəsən və yuxunda ləzzətli şeylər görəsən. Mümkündür, yoxsa yox. Yəni, yuxuda bir həzz alasan. Məsələn, belə bir bağ-bağatlıqdasan, susundan yanırsan, suzundan bir su içirsən orada, ondan ləzzət alır. Yaxud da sevinirsən yuxuda, belədir. Və yaxud da ki, neysə bir bəd xəbər eşidirsən yuxuda, belədir. Narahat olmağa başlayırsan, belədir, belə, dedi, belə. Dedi, yaxşı, sən bunları hansı hissiyat üzvündən hiss edirsən? Sən ki, yatmırsan, nə toxunursan, nə görürsən, nə eşidirsən, nə qoxu duyursan, heç bir şey. Ölü misalında, amma yuxuda nə edirsən? Bunlardan sən həzz alırsan, bunlardan zövq alırsan sən. İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, uşaq dünyaya gəlir. Uşağın gözünə əlin verirsə, heç bir şey görmür, heç bir şey eşitmir İmam Cəfər Sadiq əleyhissalam. Belədir, belə deyil, dedi, belə. Dedi, necə olur, uşağın ki, o qədər nə gözü görür, nə qulağı hissiyatı yoxdur. Bəs ana sütünü, ananın məhəbbətini Allah Taala qoyub onun fitrətində dünyaya gələn kimi onu, ana sütünü başlayır eləməyə, axtarmağa. Bir halda ki, uşağın heç hissiyatı nədir? Yoxdur. Yəni, sənin dediyin fikirlər doğru fikirlər deyil ki, mən hiss eləməliyəm, hiss eləyəndən sonra Allah Taalanı qəbul eləməliyəm. Amma bir halda ki, bunların heç biri bu hiss üzvləri ilə duyulmur. Nə yatan,